Cahangir xan Qaşqayı eşitmiş olarsınız. Başına da əmmamə qoymayıb heç zaman. Buxara papaqda gəzib. Amma müctehid olub. Böyük fəqih olub. 40 yaşına qədər tarzan olub bu. Tar çalıb. 40 yaşına qədər dindən uzaq adam olub. Ümumiyyətlə, dindar olmayıb. Deyir, tarı xarab olub. Gəlir tarını təmir eləməyə. Kənddən gəlir İsfahana tarını düzəltməyə. Tar əlində gəlir. Bir ağsaqqal kişi deyir, burada tar təmir eləyən yer haradadır? Deyir, dedi ki, bu göstərirdi, gedərsən falan, orada tar təmir edirlər. Deyir, gedəndə dedi, amma oğlum, 40 yaşındaydı, o yaşlıydı ki, buna oğlum deyir. Dedi, amma oğlum, adamlar da tar kimi xarab olur. İnsanlar da tarlar kimi xarab olur. İnsanın da tar kimi təmirə ehtiyacı var. Deyir ki, bu söz məni ayıltdı. Dedi, bəs insanı təmir harada edirlər? Göstərdi bir yeri, gördüm orada